Gəlin belə bir misala baxaq. A vektoru x 0 1. B vektoru 0,6 y 0. Vahid vektorlar olarsa, bunlar vahid vektorlardır. Soruşur ki, C x, y tap. Yani bunlar vahid vektorlardır. C x, y'nin uzunluğunu soruşur. Bu vahid vektor olanda onda bunların kvadratları cəmi 1 verməlidir. X kvadrat üstəgəl 0-ın kvadratı üstəgəl 1-in kvadratı bərabər 1 olur. Buradan x-i tapırıq 0 olur. Sonra bir də yaza bilərik 0,6-ın kvadratı üstəgəl y-in kvadratı üstəgəl 0-ın kvadratı. Bu da 1. Y-i də tapırıq buradan 1 üst minus 0,8 olur. Cx y soruşanda bu bizə x kvadrat üstəgəl y kvadrat. X kvadrat 0'dır. Y kvadratda 0,8'in kvadratı 0'dan 164. Bunlardan kök çıxır 0,8. Yəni cx y uzunluğu 0,8'e bərabər olur. X z müstəvisinə nəzərən p mənfi 3 mənfi kökdə 2 bir də mənfi 1 nöqtəsi ilə simmetrik olan nöqtəni tap. İkinci hissədə səhifə 294'də. Səhifə 294'də ikinci sual. İkinci hissə test toplusunda 294'də ikinci sual. İqtisad müstəvisinə nəzərən simmetrik olan nöqtəni tapın. -3 kök altında 2 -1. Bəli. İqtisata görə simmetrik olanda x-dan z olduğu kimi qalır. Y isə əksinə dəyişilir. Onda olacaq -3 kökdə 2 bir də -1 olacaq. Sonra 3 nömrəli suala baxaq. Xaricdən toxunan iki çevrə ya onların toxunma nöqtəsindən keçməyən iki ortaq toxunan çəkilmişdir. Xaricdən iki dənə elə bir çevrə toxunur. Onların iki ortaq toxunan çəkilmişdir. Kiçik çevrənin radiusu 6 santimetr. Belə bir toxunanlar çəkilir. Kiçik çevrənin radiusu 6'dır. Toxunanların kesmə nöqtəsindən böyük çevrənin mərkəzinə qədər olan məsafəni
Məsafə 36 sm. Toxunanların kəsmə nöqtəsindən böyük çevrə mərkəzinə qədər olan məsafə 36-dır. Böyük çevrənin radiusunun kiçik qiymətini tap. Böyük çevrənin radiusunun kiçik qiymətini soruşur. Burada bu üçbucaqların oxşarlığından istifadə edəcəyik. Elə bir O1, B, C üçbucağına O2, DC üçbucaqları bir-birlərinə oxşar olur. Məsələn, bu radiusunu x götürürəm. X, bura 6, bura 6. Bu tərəfə də yaza bilərik. E, 36-dan 6 plus x-i çıxsaq, elə bir O2C-ni tapa bilərik də. O2C olacaq 30 çıx x. Onda oxşarlığa görə nisbəti yaza bilərik. X-in 6-ya nisbəti bərabərdir. Böyük çevrə CO1 36 edir. 36-nın 30 çıx x-a nisbət. Tənasüb kimi vuranda 30x çıx x kvadrat bərabər 216 olur. Bunu da belə yazıram. X kvadrat çıx 30x x kvadrat çıx 32x üstə gəl 216 bərabər 0. Burada köklər olacaq. Neçə ola bilər? Cəmi 30, hasili 216. 18-dən 12 ola bilər. Yəni x 18 ola bilər, 12-dir. Bizdən də kiçik qiymətini soruşur. Onda kiçik qiyməti neçə olacaq? 12. Böyük çevrənin radiusunun kiçik qiymətini tapın. 12-ni götürəcək. Sonra 4 nömrəli suala baxaq. Bütün ədəd oxunda f(x) və artan gx funksiyaları yalnız müsbət qiymətlər alır. Azalan f(x) azalan funksiyadır. Gx isə artan funksiyadır. Yalnız müsbət qiymətlər alır. H(x) bərabərdir f(x) üstə gəl 1 bölü gx funksiyası verilən qiymətlərdən hansı ən böyükdür? Funksiyasının verilən qiymətlərdən hansı ən böyükdür? Fx azalandır, gx da artan. Burada verilib deməli h 3-də 1 var, sonra h 5-də 3 var, h 6-da 5, h 4-də 1, bir də h 7-də 3. Bunlardan deyir hansı ən böyükdür? En kiçiğini götürürük de. Neçə olacaq? Dörtte bir. H neçə olur? Yaşatma. Dörtte bir olur mu? 4'te 1 olur. Düzdür. D bəndə olur. Elə bir ki, burada f(x) F'in en azalan. orada. Bu azalandı. Gx artandı, amma məxrəc böyüdükdən sonra
İkisinden şeydi de. Ona göre bu da azalandı. 1 bölü x azalan olur. Azalan azalan. İki de azalan fonksiyonu toplayanda yine azalan. Demek h dörtte bir ne olacak? En, Azalan olur. Sonra 5 en nömrəli büyük. sual. 3 kosinus 4 alfa üstəgəl kosinus 2 alfa de. İfadəsini hansı şəklində göstərin? Altı kosinüs 3 alfa kosinüs 2 alfa. 3 vurulsun, deməli kosinus 4 alfa üstəgəl kosinus 2 alfanı yaza bilərik. 2 kosinus 2 kosinüs 3 alfa. 4 alfa üstəgəl 2 alfa bölü 2. Bir də kosinus 4 alfa çıxı 2 alfa bölü 2. Bu da 6 kosinus 3 alfa vıraq kosinus alfa olur. 6 kosinus 3 alfa vıraq kosinus alfa. Sonra 6 nömrəli suala baxaq. M çoxluğu 60 ədədinin natural bölənləri çoxluğudur. Bu çoxluğun elementləri sayını tap. 60 ədədinin natural bölənləri çoxluğudur. M çoxluğu 60 ədədinin natural bölənləri çoxluğudur. Bu ədədin elementləri sayını tapın. 12. Düzdür. 60'ı vuruqlarına ayıra bilərik. 2'ye bölərik. 30, 2'ye bölərik. 15, 3'e bölərik. 5, 5'e bölərik 1. 2'nin kvadratı vur 3, vur 5. 2 plus 1, 1 plus 1, bir de 1 plus 1 o. 3 vur, 2 vur 2. 3'ü 2'ye vuran 6, 6'ını da 2'ye vuran da 12 edir. 7 nömrəli suala baxaq. Limit en yaxınlaşır sonsuzluğa. 7'nin üstə gəl 1. Bırak sinüs üstü 1 böl n. İfadesinin kıymetini tap. 7. Bir dənə. Deməli, en sonsuza yaxınlaşanda sinüs 1 böl n bu sıfıra gelir da. Burada da sinüs üçün belə bir qayda bilir ki, sinüs sıfıra yaxınlaşanda sinüs x böyle x olanda bu bərabərdir 1. Sinüs x bölü x 1. Onda burada en sonsuzluğa yaxınlaşır. Sinüs 1 böl n verilib burada. Onda burada da 1 böl n kimi bir şey olsa, n de sonsuzluğa yaxınlaşsa, onda bu da yine cevabı 1 olur. Elə bil ki, bu düsturdan eynlik təşkil edir. Burada ama 7 n. Bu n de tərsini söyləndə belə bir şey alınacaq da. Məxrəci surətə qalxanda n var. Onda belə olur. Sinus 1 böl n limit n yaxınlaşır sonsuza. N böl sinus 1 böl n n sonsuza yaxınlaşır. Bunun cevabı 1 olur. Onda 7n plus 1 olanda bunun cevabı olacak 7. Beraber de 7 olur. Sonra 7n plus 1 olanda niye 7 olur?
Elə bir ki 7n'dən mesela en son sayılan 7n sinüs 1 bölü n'dən e, limit en yakınlaşır sonsuza 7n plus 1 sinüs 1 bölü n təxminən eyni şeydir. Burada sadəcə elə bir ki bunu belə yaza bilərəm. 7n sinüs 1 bölü n bir də üstə gəl sinüs 1 bölü n yazalım. Sinüs 1 bölü n o sıfıra gedir o heç. Bir də bunun limitini hesablayanda bu da 7 edir. 8 nömrəli misala baxın. 3 vurulsun kub kökdə mənfi 2 tam 27'də 10. Üstə gəl 4 vurulsun 5-ci dərəcədə 32'də 1. Mənfi 2. Kub kökdə olur burada mənfi 27 64. Burada da 4 var 2'də 1. 3 var mənfi 3'də 4. Üstə gəl 2 düzdür. Mənfi 2 olacaq. 9 nömrəli misala baxın. Sinus 4x bərabərdir kökdə 3 kosinus 2x. Pi bölü 8 üstə gəlsin pk bölsün 4. Mən Y bəndi aldım. Sinüs 4x'i yaza bilərik. 2 sinüs 2x kosinus 2x. Bax kökdə 3 kosinus 2x. Yazmaq olar belə. Kosinus 2x buradan vuruq çıxır. Kosinus 2x'ı vuruq çıxardırıq. Qalır 2 sinüs 2x çıx kökdə 3 bərabər 0. Kosinus 2x'ı bir dəfə 0'a bərabər edirik. Bura alır pi bölü 2 üstə gəl pi k'da. Təzədən 2'ye bölsə x bərabərdir pi bölü 4 üstə gəl pi k bölü 2 olur. Bir də 2 sinüs 2x bərabərdir kökdə 3 yaza bilərik. Sinüs 2x kökdə 3 bölü 2 olur. 2x da bərabərdir mənfi 1 üstü k kökdə 3 bölü 2'ni alır. Pi bölü 6 üstə gəl pi k'da. Yox pi bölü 3'də 60 dərəcədə. X də bərabərdir mənfi 1 üstü k pi bölü 6 üstə gəl pi k bölü 2. Deməli cavab olur 1 pi bölü 4 üstə gəl pi k bölü 2. Bir də mənfi 1 üstü k pi bölü 6 üstə gəl pi k bölü 2. Cavab olur B bəndi.
10 nömrəli suala baxın. Kvadrat 14 əsasdan 98 çıxar 6 loqaritma 14 əsasdan 98 vura 14 əsasdan 2 çıx 7 loqaritma 14 əsasdan 2-nin kvadratı. Məxrəcdə də loqaritma 14 əsasdan 98 çıxar 7 loqaritma 14 əsasdan 2. Burada mümkün belə yanaşa bilərik buna. 14 əsasdan 98-ə bir A deyək. 14 əsasdan 2-yə də bir B deyək. Onda sürətdə olacaq A kvadrat çıx 6AB çıx 7B kvadrat. Məxrəcdə də olacaq A çıx 7B. Durum bunda vuruqlarını ayıracaq. Sürəti vuruqlarını ayıracaq. A kvadrat çıx 6AB çıx 7B kvadrat. Tam vuruqlarını ayırıq. Nə yaza bilərik? X üstə gəlsin 1, X çıxılsın 7. A ilə yazsaq, məsələn, A çıx 7B A yaza çıxılsın bilərik. 7B, A üstə gəlsin B. Burada A çıx 7B. A çıx 7B'lər qıtaq edir. Sürətdə var məxrəcdə də. Qalır A üstə gəl B. Onda onu da yaza bilərik. 14 əsasdan 98 üstə gəl 14 əsasdan 2. Toplam olanda da vurulur. Olur 14 əsasdan 196. Bu da bizə verəcək 2. Yəni 10-cu sualda cavab 2 olur. 11-ci suala baxın. Rhombun diaqramların kəsmə nöqtəsindən rhombun tərəfinə çəkilmiş perpendikulyar tərəfi 4B5 nisbətində bölür. Rhombun tərəfinə çəkilmiş perpendikulyar həmin tərəfi 4/5 nisbətində bölür. Elə bir burada 4x olacaq, burada 5x. Rhombun kiçik diaqonalı 36/5'dir. Onun böyük diaqonalını tapın.
Bir iki diagonallar birbirlerine perpendiküler olur. Bura 5x, bura 4x olduğuna göre h kvadrat emin düsturuna göre 90 bulan hasili bu derece köhte 20x. Köhte 20x'dan da 4x'e göre buranı tapa bilərik 6x. Bu tarafta olacak köhte 20x'dan 5x'e göre tapa bilərik köhte 45x. Onda bu 6x özü bu diagonalın yarısıdır. Yani 36 köhte 5'in yarısı. 36 köhte 5'in yarısı. Yani ya da belə deyə bilərik də. Bura 6x-dir, bura da 6x-dir. Yəni 12x nədir? 36 köhte 5. X'i da tapanda edir 3 köhte 5. 3 köhte 5'ti. Bu da bura köhte 45x olur. Burada köhte 45x olur. Köhte 45'i yaza bilərik 3 köhte 5x. Üstə gəl 3 köhte 5x. Bunları da toplayanda 6 köhte 5 edir. X. X'in yerine de 3 köhte 5 yazsaq. 6'ın üçe vuranı 18. Köhte 5 köhte 5'e vuranı 5. 18'de 5'e vuranı 90 edir. Deməli 11 nömrəli sualda cavab 90 olur. C bəndi. 12'ye baxaq. 10x kvadrat üstə gəl xy çıxaq 3y kvadrat bərabər də 19. Bərabərliyini ödəyən x və y natural ədədlərin hasilini tap. Burada bunun vuruqlarını ayırmaq lazımdır. 10x kvadrat üstə x y çıxı 3y kvadrat. 5x 5x üstə gəlsin 3y, bir də 2x çıxılsın y bərabərdir 19. 5x üstə gəlsin 3y bərabərdir 1. 2x çıxılsın y də bərabərdir 19 yazdım. Tərəf-tərəfə çıxanda. Mama, bax. 5x üstə gəl 3y 19. Bir də 2x çıxı y-də 1 yazdıq. Bir. Bu 3'e vurup tərəf-tərəfə toplayaq. 11x onda bərabərdir 22 alınır. X də bərabərdir 2. X'i 2 tapdıq. Yerinə qoyuruq. 4 çıx y bərabərdir 1. Y də olub 3. Bunu 1, bunu 19 götürməkdə məqsədimiz odur ki, yəni 5x üstə gəl 3y, x-dən y natural olanda bilinir ki, bunlar böyük ədədlərdir. X-dən y natural olanda. 2x çıx y isə bu da kiçik olacaq. Ona görə də belə götürürük. X2, Y3. 2-ni də 3-ə vuranda 6 edir. 13 nömrəli misala baxaq. Ədəd səslərdə A4 bərabərdir 3-dür. Bizdən soruşur, səslər fərqinin hansı qiymətində A2 var A5 hasili ən böyük qiymət alır.
A4'ü yaza bilərik. A1 Mənfi üstəgəl 3'dir. Bərabərdir 3. A2'nin yerine yazabilir. A1 üstəgəl D. A4'ün yerine yazabilir. A1 üstəgəl 4. Bizden de soruşur ki D'nin hansı qiymətində bu en büyük qiymət alır. -4'dür. Burada D'ni tapmaq istəsək, ya A1'i taparıq. A1 bərabər 3 minus 3'dir. -4 döyüş tapdınız. Olar yəni. Bir dənə baxaq. 3 minus 3D yazanda 3 çıx 3D üstəgəl D yazırıq. Burada da 3 çıx 3D üstəgəl 4D. Demək alınır 3 çıx 2D. Burada da alınır 3 üstəgəl D. Vurub açanda 3'ü vuranda edir 9 çıx üstəgəl 3D çıx 6D çıx 2D kvadrat. Demək alınır 9 çıx 3D çıx 2D kvadrat. Burada da soruşur ki en büyük qiymət alır. Sizsə fərqinin hansı qiymətində? Bu en büyük qiymət alması üçün dedi ki mənfi 2D kvadrat çıx 3D üstəgəl 9'da. Ona bunun x0 ilə düsturunu tapırıq. Mənfi b bölü 2a. Bu da bize verecek 3 bölünmüş 2 vur mənfi 2. Bu da neçə verir? Mənfi 4'te 3. Cevap olur C var. 14 nömrəli misala baxaq. X kvadrat üstəgəl x plus 2. Bu tərəfdə x üstəgəl 3'ün kvadratı x çıx 5. Kiçik bərabər 0. Bərabərsizliyin tam əllərinin cəmini tap. On. Deməli, 0-5 aralığı. ədəd oxuna qeyd edirik. Hansı ədədlərdir? Mənfi 3'dür. 0'dır, 5'dir. 5'ten böyük qiymət versək, məsələn 6 versək, olacaq müsbət. Bu mənfi üçün üstünə nida qoyur. Bu sürətdə 0 olamır. 12 diskriminant mənfi olur. Burada müsbət, mənfi, müsbət, yenə müsbət. Müsbət. Bizə lazım olan yer mənfi olan yerdə 0-5 aralığı. Onda hansı ədədlər olur? 1, 2, 3, 4. Bunların da cəmini soruşur 10. 15 nömrəli misala baxın. 121 çıx x kvadrat kök 5 çıx x bərabər 0. Tənliyinin köklər cəmini tap. -6. Demək 121 çıx x kvadratdan bölünən x-i 11 alırıq. Bir də mənfi 11 alırıq. -11. Mənfi 11 ödəmir. Ona görə ki 11 yazanda kökün altı mənfi olur. Bu heç kənar kök. Mənfi 11 ödəyir, bir də 5 ödəyir. Bunların cəmi bizə verəcək mənfi 6. Cavab olur A bəli. 16 nömrəli misala baxaq. Düz xəttdən 3 sm məsafədə yerləşən nöqtədən bu düz xəttdə uzunluqları 5 sm olan 2 mail çəkilmişdir. Maillərin oturacaqları arasında məsafəni tapın.
16. 8. 8. Düz. Evet. Hı hı. Bura elə bir ki 5 olur. Bura da 5 olur. 5'ten 3'e göre buranı tapırıq 4. Burada 4. Oturacaqları da yəni buradan bura qədər məsafəni soruşur. O da eləyəcək 8. Aha. İndi 17 nömrəli misala baxaq. Kompleks müstəvidə Z1 bərabərdir 1 plus kökdə 3 idi. Z2 bərabərdir mənfi 5 üstəgəl 5 idi. Soruşur ki, ədədlərinə uyğun olaraq A və B'dir. Nöqtələri A və B'dir. A və B nöqtələridir bunlar. A, O, B bucağını soruşur. Yəni elə bir ki, 1 üstəgəl kökdə 3 buradadır. A nöqtəsidir. Mənfi 5 plus 5 idi. Bu da buradadır. Bu da bir B nöqtəsi. Koordinat başlanğıcı da oldu. A, O, B bucağını soruşur. Birinci bura bir K yazaq. Birinci A, O, K bucağını tapaq. Nə qədər olacaq A, O, K bucağı? Bura elə bir 1'dir. Burada kökdə 3'dür. 1 ilə kökdə 3'ə görə Pifaqor teoreminə görə buranı tapa bilərim. 2. Düz bucaqlı üç bucaqda 30 dərəcə bucaq qarşının katet butonumuzun yarısıdır. Deməli, bura 30 dərəcə olur. Bura 30'sa bu tərəfdə olacaq 60 dərəcə. Bu bucağı tapdıq 60 dərəcə. Sonra bu birisi bucağı tapa bilərik. Elə bir ki, L yazsaq, B, O, L bucağını tapa bilərik. Yenə bura 5'ti, burada 5. Onda bura olacaq 45 dərəcə. Bura 60 dərəcə tapdıq, bura 45. 60'dan 45 toplayanda 105. Onda ortaya neçə qalacaq? 75 dərəcə. Bir də